Növbəti bir qəbul sualına baxırıq. Xəritə sxemində ştrixlənmiş ölkəyə aid olmayan xüsusiyyətlər. Xəritə sxemində ilk növbədə ölkəni müəyyən etməliyik. Gördüyünüz kimi xəritə sxemindəki göstərilən ölkə Monqolistan ölkəsidir, yəni Monqolistandır. Daha sonra isə sualda soruşulur ki, xəritə sxemində ştrixlənmiş ölkəyə aid olmayan xüsusiyyətlər. Yəni Monqolistana aid olmayan xüsusiyyətləri seçirik. Təbii artımın birinci tipinə aiddir. Monqolistan təbii artımın ikinci tipi olduğu üçün aid olmayan xüsusiyyət olaraq biri götürürük. Meşə massivləri azdır. Təbii ki, Monqolistan ərazisi səhra və yarımsəhra dağlıq ərazilər. Burada meşə massivləri azlıq təşkil edir. Deməli, bu doğru fikir olduğu üçün götürmürük. Hidroresurslarla zəif təmin olunmuşdur. Bəli, bu da doğrudur. Çünki burada çaylar və su şəbəkəsi çox zəif inkişaf etmişdir. Geri qalmış aqrar iqtisadiyyata malikdir. Bəli, Monqolistanda kənd təsərrüfatı zəif inkişaf etmişdir, geri qalmışdır. Deməli, 4 də uyğun cavabdır. Daxili və xarici yük daşımalarda dəmiryol nəqliyyatı üstündür. Burada bildiyimiz Monqolistanda üstünlük təşkil edir avtomobil nəqliyyatı. Ərazisində dağlıq və səhralıq olduğu üçün dəmiryolu üstündür. Fikri yanlışdır. 6-cı bəndə yazılıb ki, yüngül sənaye və göndəri məhsulları idxal edir. Əslində idxal yox, ixrac edir olmalı idi. Cavabımız 1, 5, 6 A variantı.